Davam edirik. Deməli, belə bir cümlə düşünmək olarmı? Biz qorxaq olmaq. Ola bilməz. Çünki biz qorxaq olmaq məntiqsiz olar. Ona görə doğru cavab D variantıdır. Qeyd edim, bu testlərdə çoxlu belə xırda məqamlar öz əksini tapır. Diqqətli olmaq lazımdır. Sualı saxlayın, özünüz həll edin, cavabı tapın, sonra izaha baxın. Belə sizin üçün daha faydalı olacaq deyə düşünürəm. Həmcins üzv işlənməyib. Burada həmcins üzvün işlənməyi, bəli, baxın, sadalama varsa, deməli həmcins olma ehtimalı çoxdur. Amma bir şərt var. Bu, feili birləşmənin içində, yəni söz birləşməsinin içində olarsa, o zaman biz bunu götürməyəcəyik. Elə A variantında sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. Yoxdur, nə böyüklük? Harada? Dürüstlük olmayan yerdə. Yəni, harada? Sadəlik, xeyirxahlıq və dürüstlük olmayan. Bax, burada an gördük, feil sifətdir. Düzdür? Feil sifətdirsə, baxırıq, həmcinslərin axırıncısına ümumiyyətcə diqqətli olmaq lazımdır ki, əgər axırıncısı nəyəsə birləşibsə, deməli, ondan əvvəlkilər də elə birləşəcək. Sadəlik olmayan yer, xeyirxahlıq olmayan, dürüstlük olmayan. Bu, söz birləşməsinin içində olduğuna görə bunlar həmcins deyil. Doğru cavabımız A-dır. B-yə baxaq. Bax, dolmuşdur. Nə ilə dolmuşdur? Kimlərlə dolmuşdur? Yaltaqlarla, ikiyüzlülərlə, hiyləgərlərlə və s. Belə də davam eləyə bilərdi həmcinslər. Burada diqqət olunacaq şey budur. Bu deyil əvəzində yox da ola bilər. Mən bu gün yox, sabah sizə gələrəm. Gələrəm, mən bu gün gəlmərəm. Bax, bu da belə, bunlar da həmcins sayılır. Deyil və yox sözlərində unutmayaq. Şeir nədir? Mədəniyyətdir, incəsənət. Bu qədər burada da var. Y variantında mən sənin fəxr edirəm. Fəxr edirəm ki, mən. Ümumiyyətcə, birinci xəbər, sonra müfrədanı tapmaq lazım. Nəyinə fəxr edirəm? Deməli, sənin bacarığınla, sənin ağlınla, fərasətinlə fəxr edirəm. Bu da nə olacaq? Deməli, həmcins olacaq. Cavabı da demişdik. Baxırıq 6-cı suala. 6-cı sualda ədat deyil, uyğunsuzluq istəyir. Bayaqdan uyğunluq idi, bu dəfə isə uyğunsuzluq istəyir. Suala baxdınız, davam eləyək. Bizdən say olsun deyir. İkincidə ədat olsun, ikincidə say. Bir diqqətlə bax. Burada bir diqqətlə, iki diqqətlə baxma olmaz. Deməli, bu ədatdır. 3-dən 1 çıxmaq lazımdır və ya 3-ün özü. Bu doğrudur, yəni saya bilirik. Bu düzdür. 2-yə baxırıq. İncimirəm sənin şirin felindən, əhdim budur bircə qucun belindən. Burada bircəni biz 2-cə mənasında işlədə bilmirik. Deməli, ədatdır. Qucun bu arada qucaqlayın mənasındadır. Bircə gün bu işə bəsdir. Bircənin yerinə 2-cə qoyuruqsa, bu saydır. Deməli, burada da doğrudur. B variantı düzdür. C-yə baxaq. Mənim dediyim üzük çox nəfis idi. Nəfis sifətdir, yəni gözəl mənasında. Bayaqda demişdik, sifətdən öncə çox gəlirsə, bu ədatdır. Deməli, burada ədat var, doğrudur. Nadir çox oxuyanda, bayaqki sualda demişdik, çoxdan sonra əgər feil gəlirsə, say yox, zərf olacaq. Deməli, cavabımız C variantıdır. Burada səhvlik var. Baxsaq D variantına. Deyir ki, bu işləri bəs kim quracaq? Burada bəs var, sual ədatı. Burada da bir sıra var. Sən ki oxumusan, ki var burada. Digər cavabda da xeyli sözü var. Bu da belə. Davam edirik 7-ci suala. 7-ci sualda homonim terminlərdir. Bu terminlərlə həm termin, həm homonim olan sözlərlə bağlı bəziləri deyirlər ki, alimlər deyək. Bunlar termin götürülməsə yaxşıdır, amma baxaq. Məsələn, morfologiya bir dənə morfologiyada, başqa nə var ki, başqa belə bir söz yoxdur. Və yaxud saç sözü, və yaxud tut, və yaxud qır sözü. Bir dənə mənası var da, ikinci mənası yoxdur. Boy sözünün
Biri var ədəbiyyatda işlənən boy, bir də insanın boyu. Bax, bu oldu termin. Rəng sözü musiqiyə aid bir termindir. Həm də bildiyimiz qırmızı rəng və s. Burun. Coğrafiyada var. Coğrafiyacı yazaq bura. Həm də insanın burnu. Kök. Biri var kök şəkilçi, yəni Azərbaycan dilində var. Bir də ağacın kökü. Bu qədər. Cavabımız B variantı. Baxırıq 8-ci suala. 8-ci sualda norma istəyir, amma yalnız deyir. Burada diqqətli olmalıyıq biz. Baxaq. Əgər bir cümlədə nə və nədə inkar bağlayıcısı varsa, onun xəbəri təsdiqdə olmalıdır. Burada isə inkardadır. Deməli, A variantında qrammatik norma pozulmuşdur. Ümumiyyətlə, bir yüngülvari bir dərsə baxaq. Normalar nədir? Daha doğrusu fonetik norma nədir? Fonetik norma fonetika ilə bağlıdır. Orfoepiya və orfoqrafiya, yəni yazılış və deyiliş düzgün olmalıdır. Əslində çox bəsit bir qaydadır bunlar. Leksik norma sözün düzgün işlənməsi. Bax, düzgün yazıram bura. Sözün düzgün işlənməsi nə deməkdir? Məsələn, elə B variantında yazıb, döyüşdə vəfat etdi. Əgər bir əsgər vəfat edir döyüşdə deyiriksə, burada səhvdir. Vəfat etdi əvəzinə iki şey deyə bilərik. Şəhid oldu, bir də həlak oldu deyə bilərik. Düz yazmadım. İkisini yaza bilərik. Deməli, burada da elə leksik norma pozulur. Qalan nə anormallıq görürüksə, saylardan sonra cəm şəkilçisinin gəlməsi, xəbərin önünə keçməsi, bilmirəm daha ağlımıza nə gəlirsə, yəni anormallıq görürüksə, bu qrammatik normadır. B variantın dediyi 2-yə aiddir. Burada nə idi? Bu qrammatik normadır A variantı. Çünki niyə belə oldu? İnkar şəkilçi məsələsi var idi. Həkimin yanlış yox, yanlışlarını, bu da fonetik normadır C variantı. D variantına baxaq. Həqiqətən də müasir maşınların quruluşu yox, olacaq quruluşu. Bu da olacaq nə? Fonetik norma. Sonra paltarlar səliqə ilə şkafdakı rəflərə düzülmüşdür. Ümumiyyətlə, rəf sözünün daha çox biz kitablarda işlədik. Onun özü də şkaf kimi mənası var. Divardan asılan bir şeydir. Yəni, bu ikisindən biri olmalıdır. Bu da leksik normadır. Bir dəqiqə. Yalnız leksik norma nə olacaq? Y variantı. Nə edəsə səhv eləmişəm deyəsən. Şuşa uğrunda gedən döyüşlərdə xalqımızın bir çox igid oldu. Bəli, burada da bir səhvimiz var. Əgər bir çoxdan sonra nə olmalıdır? Cəm şəkilçisi gəlməlidir. Bir çox igidlər olmalıydı. Bu da qrammatik normadır. Diqqətli olmaq lazım idi. Mən diqqətsizlik elədim. Əgər bizdən deyir, axı, yalnız leksik norma. Deməli, cavab nə oldu? C, D, Y, A. B variantı. Davam edirik. Vasitəsiz nitq və müəllifin sözləri. Vasitəsiz nitq V, müəllifin sözləri M. Bizdən ardıcıllığa bax deyir. Bir söz belə baxın, suala baxın. Ondan sonra izah eləyək, uyğunlaşdıraq. Ümumiyyətlə, bir hamısını belə göstərim sualları. Saxlayıb, siz özünüz həll eləyin. Sonra suallara baxın. İndi baxdıq birinci nəyə? Bir kişi ölərkən, bax, müəllifin sözdür bu. Oğlanlarını yanına çağırıb, oğlanlarım, hər yurtda bir ev tikin. Deməli, M-lə başladı. Sonra oldu V. Axırda deyib vəsiyyət edir. M, V, M. Bu belə oldu. Əhmədova yazır. Yazır deyirsə M-lə başlayır. Abdülkərim Mehmandarov eyni zamanda Şuşa şəhər və qəza hakim vəzifəsində fəaliyyət göstərmişdir. M, bir də V. İkinci videomuza keçəcək. Bu vaxtı bitir. Deməli, İngilis şairi demişdir. Bir dəqiqə.